Hər vaxtınız xeyir olsun, əziz müdavimlər. Bugün sizinlə 2025-ci ildə MİQ-in imtahanına düşmüş bir sualın izahına baxaq. Bu sual həmçinin 2025-də düşdüyü kimi 2024-cü ildə də imtahana düşübdür. Ümumiyyətlə bu tip zaman sualları hər il imtahana düşür. Gəlin görək bu testi necə həll etmək olar. Çünki bir çox müdavimlərimiz burada iki variant arasında çaşqınlıq yaşamışdı. Bu cümləyə birinci baxsaz görərsiniz ki, burada when var. When bilirik ki, zaman budaq cümləsinin bağlayıcısıdır. Və unutmayın ki, biz when ilə hər zaman qısa hərəkətləri bildiririk. Uzun müddətdə davam edən hərəkətlər bildirilmir. Ona görə də when-dən sonra hər zaman keçmiş zamanlardan sadəcə keçmiş sadə zamanın özünü götürə bilərik. Yəni, keçmiş bitmiş zaman götürə bilmərik. Ona görə Y variantı burada səhvdir. So olan variantlara baxırıq. İkinci tərəfimizdə isə buranın məlummu, məhçulmu olduğunu təyin etmək lazımdır. Baxın, covered da var, was covered da var. Biz bilməliyik ki, bu örtmək deməkdir də, örtmək, bürümək. Əgər biz bunu məlum növdə götürsək, onda olur ki, in oil'da yağda deməkdir. Yağda örtdü. O nəyi yağda örtdü? Yəni, bu tamamilə uyğunsuzdur. Ona görə bizə məhçul növ lazımdır ki, o yağa batmışdı, yağa bürünmüşdü. Bu mənada. Ona görə biz burada ikinci tərəfdə məlum növdə olan iki variantımızı çıxardırıq. Və üçüncü tərəfə baxdığımız zaman isə burada isə since görürük. Və unutmayın, since hər zaman bitmiş zaman istəyir. Bitmiş davam edici zaman varsa, əlbəttə ki, bitmiş davam edici zaman. Çünki hərəkət müddəti davam elədiyini göstərir. Və burada baxdığımız zaman A variantında had been repairing var, D variantında isə had repaired var. Yəni, sadəcə keçmiş bitmiş zamanın özünü yox, bitmiş davam edici zamanı götürürük. Çünki bildirmək istəyirik ki, səhərdən bəri maşını təmir eləməyə davam eləyirdi. Bunu eləyərkən də yağa batmışdı. Və biz onu görəndə, cümlənin ümumiyyətlə tərcüməsi necə olur? When I saw him, mən onu görəndə o səhərdən bəri maşını təmir eləyirdi və yağa batmışdı. Deməli, düzgün variantımız burada A variantıdır. Ümumiyyətlə, bu tip sualların izahını bilmək istəyirsinizsə, bizi izləməyə davam edin.